Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində 5-ci mikrorayonda, yəni Safxoz Nizamidə 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 4 otaq, 3 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda mən sizə otaqlardan birini göstərirəm. 4-ün 4-dədir, bu cürdür. İnsə qapıdan giriş hissəsini görmək mümkündür. Bax, bura 2-nin 3-dədir. Təmirini necə görürsünüz, bu cürdə var. Deməli, Sultan Marketinə çox yaxın bir ərazidə yerləşir. İndi isə mən sizə zalını göstərirəm. Zalın uzunluğu 7, eni isə 4 metrdir. Bax, burada deməli vaxtilə 2 otaq olub. İndi isə hal-hazırda bu böyük bir zal ediblər. Buranın ölçüsü 7-nin 4-dədir. Dediyim kimi Sultan Marketinə hədsiz dərəcədə yaxın bir ərazidir. Çox yaxınlıqdan 9A və 31 nömrələr deməli, marşrutlar işləyir. Hal-hazırda belədir. Ola bilsin, sentyabrın 5-dən sonra dəyişsin. İndi isə mən sizə balkonunu göstərirəm. Balkonun uzunluğu deməli 7 metr, eni isə 1.20-dir. Qarşıda balkondan deməli mətbəyə keçmək mümkündür. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Burası isə mətbəğidir. Mətbəği 3-ün 3-dədir. Çox yaxınlıqda 7 və 42 nömrəli orta məktəblər, 33 nömrəli uşaq bağçası yerləşir. İndi isə mən sizə hamamı göstərirəm. Yenə təkrar edirəm. Bax, təmirini necə görürsünüz, bu cürdə var. 4-cü mərtəbədir. Qiyməti 77.000 manatdır. Qiymətində razılaşma olmalıdır. Burası isə bu zonadır. Qarşıda siz deməli qladovkanı görmək mümkündür. Bax, deməli qapıdan giriş hissəsidir. Sonra bax, bu hissədə isə böyük bir qladovkası var. Həqiqətən hardasa 1.20-nin hardasa 2 metr olar. Bax, bu cür böyükdür. Yəni belədir. Burası isə 3-cü otaqdır. 3-cü otağın ölçüsü 3-ün 4-dədir. Bax, belə bir 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 3 otağa çevrilmiş. Bax, belə bir mənzilin qiyməti 77.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Dediyim kimi ipoteka yararlıdır, sənədi çıxarışdır. Bax, belə. Sizlərə uğurlar.